Bəli, bir günlük porçay olurum. Porçay. Mən o qədər kasıbam ki, sizə mən o qədər kasıbam ki, ardını siz tamamlayın dedim və tamamladınız. Görə elə nə tipdə şeylər yazıbsınız. Bu arada bu tipdə şeyləri qaçırmamaq üçün kanala abunə olmağı unutmayın və burada gördüyünüz Instagram səhifəsini takip edərəkdən də bu tip şeyləri qaçırmaya bilərsiniz və görə elə nə qədər kasıbıymışsınız. Var açıq yaraşıb yazmıyorum. O qədər kasıbam ki, kassaya qayıdıb 10 qəpik götürürəm. Mən kassaya qayıdıb 5 qəpik belə götürürəm. Mən o qədər kasıbam ki, babam öləndə yemək yeyəcək deyə sevinmişdim. Yaxşı bir mazərət imiş. Əslində baxanda bəlkə də həqiqətən sevinəsi bir şeydir. Əslində mən də kənddə biri öləndə pulsuz yemək yeyəcək deyə sevinirdim. Mənə qədər kasıbam ki, su pul çox gəlməsin deyə paltarla çimirəm. Səbəblə söz deyim, bu Amerikalı bir dənə kimsə var idi bu arada. Yəni bildiyin hər şeydən təsərrüf edən bir adam idi də. O həqiqətən də belə eləyirdi bu arada. Mənə qədər kasıbam ki, səni izləyirəm. Məni izləmək üçün bu qədər kasıb olmağa ehtiyac yoxdur qardaş. Hər sezon Bropes almağa pulum yoxdur. Qardaşım sən məndən məzələnsən. Bropes o qədər bahalı bir şey deyil də. Girirsən dovgame.com ucuz bir şəkildə alırsan. Mən o qədər kasıbam ki, kamera qarşısına oturub TikTok videolar. Mən o qədər kasıbam ki, ofisant mənə çay verir. bu yaxşıdır. Bu xoşuma gəldi. Keş oturmusan restoranda, hə, ofisant gəlir, hə, sənə şot gətirir də. Deyirsən ki, qardaşım, mən 5-6 manat çay ver də, biraz şot ödəyim də, xahiş edirəm. O qədər kasıbam ki, pulsuz şeyləri belə ala bilmirəm. Bu məncə var, kasıblığın başqa bir səviyyəsi, başqa bir dimension bizim dildə nədən tapa bilməm. Başqa bir boyutunda, yəni başa düşürsən. Mən o qədər kasıbam ki, bu video mənim kimlər olmasaydı çəkilməzdi. Əslində baxanda haqlılıq payı var. Mən o qədər kasıbam ki, mən qağaylara yox, qağaylar mənə çörək atır. Qağay olasım gəlir, sənə öldürəm yəni. Mən o qədər kasıbam ki, bizonla Red Bull'un dadı eynidir deyirəm. Nə söz deyim. Bu arada bunu mən də deyirəm sözün əsl mənasında, amma həqiqətən də bəzən dadları çox da fərqli gəlmir. Sənə öldürəm də yəni. Yəni Red Bull'a 3 manat verəcək və yəni Red Bull'a 50 qəpik verib içmək daha məntiqlidir. Mən bu dediyimdən sonra bizonun şeyləri. Mən o qədər kasıbam ki, hər gecə sushi yeyirəm. Görsən qardaşım, o qədər kasıbsan da, yəni fikirləşdə o qədər kasıbsan. Amma bir də Instagramda reklam çıxıb durur qabağıma. 30 manata 60 dənə falan sushi verir. Reklam versəyə gedib videosunu çəkərdik, sən öldürəm. Mən reklam vermək istəyəndə bu videonun yorumlarını yaz. Mən o qədər kasıbam ki, davamını düşünə bilmirəm. Yəni o dərəcə. Fikirləş beyninə oksigen getmir. Başa düşürsən, yəni fikirləşə bilmir. Beyni işləmir. Beyni getmir ki, nəsə bir düşüncə yaratsın, düşüncə yazsın bura. Mən o qədər kasıbam ki, bacımın köhnə paltarlarını geyinib hamıya təzəd deyirəm, qızam. Bunu məncə var ha. Yəni ailəsində eyni cinsdən olub, fərqli yaşlarda olan və eləməyən bir insan yoxdur mənim üçün. Yaxşı ki, ailənin tək oğlan uşağı. Mən o qədər kasıbam ki, pulla çörək yeyirəm. Çox dadlıdır. Məncə o dadlı olmaqdan deyil, yüngülvari kasıbçılıqla əlaqədar olan bir şeydir. Prosta amma yoxlamamışam. Bunu yoxlayacağam. Həqiqətən maraqlı bir şey yox. Bu arada çörək arası çörəkdə yoxlamalısan məncə o da yaxşıdır. Mən o qədər kasıbam ki, Sprinterin qapısını özü örtüldüyü halda örtməyə çalışmışdım. Mən o qədər kasıbam ki, Sprinterin nə olduğunu belə bilmirəm. Mən o qədər kasıbam ki, yoğurtun kağızını yalab sonra atıram. Sən bir dənə söz deyim, yəni yoğurtun kağızını yalamamaq ayrı bir lüksdür, ayrı bir zənginlikdir. Yəni başa düşürsən. Multimilyoner falan olmaq lazımdır bunun kağızını yalayıb atmamaq üçün. Yalamayıb atmamaq. Mən o qədər kasıbam ki, az olanda tanımadığım adamların toyuna gedirəm. Sən bir dənə söz Allahın da olsun deyirəm. Yəni birinci, ikinci kursda falan var ha. Mən həqiqətən də bunu fikirləşmişdik ki, görəsən sən toy olur da, yoldan keçirəm, görürəm ki, hansısa restoranın toyu var. Həqiqətən ora girsək və yemək çalışsaq, kimsə bizdən soruşar ki, sən kimsən? Bəlkə tutma girişdə falan soruşurlar. Yəni o qədər daxmaq deyirlər məncə. Mən o qədər kasıbam ki, təzə iPhone çıxanda mağazaya girib sanki alan adam kimi incəliyirəm. Mən o qədər kasıbam ki, deyəsən bu videodakı hər şey mənə aiddir. Mən o qədər kasıbam ki, 1-2 ay əvvələ qədər milli yeməyimizin kartof qızartması olduğunu düşünürdüm. Deyəsən milli yeməklərimiz həqiqətən kasıblar üçün deyil. Mən o qədər kasıbam ki, heç turş almağa pulum yoxdur. Sən nömrə yaz, sən 2 dənə tumuş alıb göndərəcəm. Mən o qədər kasıbam ki, gözləyirəm ki, qabağıma çıxıb məni güldür 20 manat deyəsən ki, pulum olsun. Qardaşım, məni güldür 50 manat videosu çəkdim, ancaq ona da baxmadınız. Yəni baxmaq istəyirsə buradakı linkdən baxa bilərsiniz. Böyük ehtimal daha da davam gəlməyəcək, çünki sevmədiniz ona görə. Məni güldür 50 manat çəkilir. İç soruşur hansı dəfə gəlsən orada nə deyər? Nə deyər? Nə deyər? Bak, sən Xanşarayı necə də qalxmışam? Sən göz oyu yərəmi? Mən sən qoza oyar. Oğrular niyə modanı istəyirlər? Niyə? Ciblərin yerini öyrənmək üçün. Hansı bağda özüm yetişməz? Hansı bax? Ayaqqabı bağında. Ayda 100 min. Hazırlığa gedirəm mən, riyaziyyat hazırlığa. Nə edirsən? Hazırlığa, riyaziyyat. Hazırlıq dedim ki. Hə. 8-ci sinifdə mənə elədi, birbaşa üzümə. Liftin baldırsı nə deyilir? Zeman salam bu. Kimin? Zeman. Hansı Zeman? Karim Benzema. Bəyəndim. Danışdığımın nə olduğunu tam olaraq başa düşmürəm. Biz gülməyim, mən güldürəcəkdə az qalsın. Mən o qədər kasıbam ki, Fərəcə kofe ala bilmirəm. Məsələn, nəsən məndən? Kofe cəmsi 2 manat deyə qardaşım. Yəni Fərəcə kofe ala bilməyəcək qədər kasıbsınsa, yəni nə bilim də yəni. Var zaraf deyirəm təbii. Amma 2 manat bizi zırmırsa mən bir dənə kofe ala bilərəm. Mən o qədər kasıbam ki, özümə kofe aldırmağı istəyirəm. O qədər kasıbam ki, elə bilirdim varlığın tualeti qızıldan olur. Bunu mən də belə fikirləşirdim bu arada. Bilmirəm kasıbçılıqdanmı yoxsa uşaqçılıqdanmı bilmirəm, ancaq həqiqətən də bunu mən də belə fikirləşirdim, sən öyle. Amma mən o qədər kasıbam ki, hə, kasıbların tualet kağızının puldan olduğunu fikirləşirdim. Evlinin pulla burundan silib atırlar. Mən o qədər kasıbam ki, evə oğru girsə pul qoyub gedər. Yaxşı idi. Xoşuma gəldi. Buna da kimsə şəkil göndərir. Hə, naşnik qırılıb. Ay ziblə qalsın ya. Qardaşım sən mənə əlaqə saxla, mən sənə bir naşnik qap göndərəcəm. Mən o qədər kasıbam ki, telefonu işlə zərtqə qoyuram. Bu yaxşı idi. Qardaşım, həqiqətən də elektrikdən qənaət eləmək lazımdır. Elektriyin nə qədər yazdığını bilirsinizsə. Əgər bilirsinizsə həqiqətən kasıbsınız. Mən o qədər kasıbam ki, oksigen pullu olsa ilk ölən mən olardım. Yaxşı idi.
Yaxşı idi. O sırada astronavtların ağarsın görəsən. İndi isə YouTube-dakı yorumlar çıxır. Görürlər YouTube-da nələr yazıb. Mən o qədər kasıbam ki, ailədə hər kəs bir dondurma yalayır. Bu heç salamat bir şey deyil. Sən öldürəm. Yəni ailədə 3-dən çox adam olsa heç yaxşı şeylər yaşanmayacaq da sən öldürəm. Fişəş bir dənə dondurmadır bu ortada. Hərə bir tərəf yaxşı fişəşmə başımda. Mən o qədər kasıbam ki, taksiyə minəndə özümü milyoner kimi hiss edirəm. Ay, sən bilən söz deyirəm. O günləri ki, saat 3 falan idi, hə? Və taksiyə mindik, metroya çıxa bilmədik də. 4 nəfər idi. Bir dənə babat taksi gəldi özü də 3 manata. Oy zibil. Adam pişirək 3 manatdan sonra bizi içəri şəhərdən 20 yanvara qədər gətirdi deyə. Mən o qədər kasıbam ki, qoz fındıq görəndə bayrammı deyə sorğuluyuram. Hardasa 11-ci sinifə qədər, 1-ci, 2-ci kursa qədər, hə, bayramdan bayrama banan yerdim və bunu bilirsiniz. Mən o qədər kasıbam ki, Star kompüterdə evdə gəzir. Bu yaxşı idi bax. Mən o qədər kasıbam ki, Star kompüterdə yox, cebimdə gəzir. Mən o qədər kasıbam ki, kosmosa gedə bilmirəm. Qardaşım, heç kəsin başına Allah bilən dərs verməsin, sən öldürəm. Yəni kosmosa gedə bilmirsən, yəni sən niyə yaşırsan da yəni. Mən o qədər kasıbam ki, muram ki, acaram. Bəli, bu gözlədiyim bir yorum idi. Zaten yorumların çoxu zaten bundan ibarət idi. Dedim bir dənə alım heç olmayan. Mən o qədər kasıbam ki, çörəyin arasında çörəyi əzib yaxıram. Bəli, bu mən bayaq dediyim şeyə oxşayır. Prosta bu çörəyi əzib yaxır. Görürsən, nə fərqli şey yaradıb da. Özündən bir şey qatırsansa, əgər deməli o şey sənin şeyindir. Bəli. Mən o qədər kasıbam ki, süfrədə yeməkdən əvvəl su gələndə çox istəmirəm ki, yeməyə yer qalsın. Bu kasıb sözləri var idi. Bu videonun başlığı şey də qoymaq olar, kasıb sözləri. Amma nəysə, qoymuşuq da bu bizə özəl bir şey olsun. Yəni ya da ki, porsiyaya aid bir şey olsun. Nəysə başımıram. Kasıb sözlərinə oxşadı. Qarnımı soxduğunu doldurma yemək gələcək deyəcək. Mən o qədər kasıbam ki, marketə boş-boşuna girib çıxıram çünki kondisioner var. Bəli, bunu eləməyən məncə bizdən deyil, çünki bunu hər eləyirəm mən. Mən o qədər kasıbam ki, ağ zorab geyinəndə özümü varlı kimi hiss edirəm. Ağ zorab plus o boğazı qısa olan zorablar var. Onlar geyinəndə adam özünü hiss eləyir. Mən o qədər kasıbam ki, sulu yemək yeyəndə ətini axıra saxlayıram. Bu ətin axıra saxlama söhbət nədir bu arada? Mən uşaqlıqda bunu eləyirdim. Nə məntiq var ki, sulu yemək yeyəndə o ətini axıra saxlayanda nə olur, saxlamayanda nə olur bu arada? Ətlə yeməyi bir yerdə yeyəndə daha maraqlı olur məncə. Bəli, uşaqlar, videomuz bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdu. Güncələr qısa bir video olmuşdu. Çünki yəni tapa bildiklərim bu qədər idi. Yəni başa düşürsüz. Daha çoxu üçün əgər bu videoya bir dənə like atmağı unutmayın. Yorumlarda bir film, kino və ya dizi film adındakı bir sözü qaşqaldaq sözü ilə dəyişdirin və onu elə yazın. Məsəl üçün qaşqaldaq çöllərdə, məsələn normalda Oskar çöllərdə, ancaq siz yazın ki, məsələn qaşqaldaq çöllərdə. Məsələn arka sokaqlar, qaşqaldaq yaxşı olmadı. Ancaq nəsə bunun kimi şeylər, yəni başa düşürsüz yəqin ki, mən nə demək istəyirəm, məntiqi tutdunuz. Bu tipdə şeyləri alın, bəlkə də gələcək videoda bu tipdə şeyləri oxuyaram deyirəm və bu videonu sonlandırıram. Daha çox üçün bir dənə like atmağı və kanala abunə olmağı unutmayın. Gələcək videoda 10 görüşmək üzrə, sağ olun. Barmağım əyri qaldı.